Bugün sizlerle birlikte Minecraft Hardcore oynuyoruz. Ama bilmiyorum necə olacaq. İndi birinci ağac qıraq. Oyda tülkü də olur. Tülkü veya oturdu. Tülkü asandan otururdu. Nədir? Hə, o da. İndi sizlerle birlikte odun kırmaya başlıyoruz. Bugünkü hedefimiz elmas bulmaydı ama siz eğer bu videoları beğensiniz, bu videoların tabii ki devamı gelecek. Şimdi hardcore serimizin bitmemesi için çok dikkatli oynamalıyız. Ve burada inek var. İnek mənə bakır. Arkasını döndü. Bu inek arkasını döndü diye onu öldürmeliyim. Ara kaçsın. Oha, 3 tane et çıktı bir tane inekten. Dostlar görürsünüz ne kadar şanslıyım. İndi daş kazay. Dostlar. Elmas tapabilsək bugün bize halal olsun. Tapamasaydı heç olmaz eyvallah. İndi birinci daş kazacağıq tabii ki de. Daş eşyalar edəcəyik. Belə bir yerde doğulmuşuz ya. Yani yerin üzerinde de bir daş yer olduğuna göre tabii ki de buradan kazacağız. Ve dostlar bu hardcore dünyasının gelecek günlerinde eğer bu hardcore dünyası bitmese bir base düzeldəcək. Ama hələ ki base düzəlməyəcək tabii ki de. Ya da bizim ilk görevimiz base düzeltmek olsun dostlar. İndi base düzeltməliyik. Base düzeltmek için bir dakika. Base'imizi tabii ki de adını diyemiyorum. Ne diye bir YouTube kanalı var. Tabii ki ona söz demirəm. Ama onun base'lerinden birini tabii ki siz de görmüşsünüzdür herhalde. Tabii ki de onun kapısı koyulabilmeyecekti. Ona göre elə bir şey düzeltmeyecek. Yani bize örnek oldu. Elə bir şey düzeltmeyin demek istedi. İndi buranı qırdıq. Ayda dostlar gece olur. Çok tez oldu gece. Geceleri çok pis olur hardcore'da. Ona göre bize çok koyun lazımdı ki 3 tane koyun kesmeliyiz biz. Yani dostlar 3 tane koyun kesse ne şey batırır güneş. 3 tane koyun kestikten sonra ama bir balaca bir base eləmək olar. Məsəl üçün buranı kimsə qazıbmış kimi hiss edirəm. Ama heç kim qazmayıb. Ona göre de biz burada base düzeldəcəyik. Buraya çalışma masasını koyup kapı düzeldəcəyik. Yeraltı base'i eləyə bilərik dostlar. Veya başka bir. Bu uzun bir video olacak yani. Bu base'i düzeldikten sonra yeraltı bir base eləyək dostlar. Yoksa normal bir yerüstü base eləyək. Bunu yorumlara yazarsınız. Ve yorumlarda en çok beğeni alan yorumu eləyəcəm.
Bəli dostlar, indi hələ ki beysimizi edirik, çünki burada başqa heç bir şey eləyə bilmərik. Gecədir, səhər çox şey eləyə bilərik. Mən beysimi genişləndirim, siz burada gözləməyin. Beysimi genişləndirib gəlirəm. A few moments later. Dostlar, yenə davam edirik. Biraz və çox biraz ya da biraz çox elədik. Biraz çox genişlətdik. Yəni gecə idi, axşam çağı idi, indi günəş çıxır. O vaxta kimi elədik, yəni nə qədər elədiyimizi düşünün. İndi mən istəyirəm ki, buranın altını, yeri kırıq daşla edeyim. Divarları isə taxta ilə edeyim. Buranı belə eləmək istəyirəm dostlar, amma indi səhərdir deyə gecələri mən bunu düzənləmək istəyirəm, səhərləri isə qazma istəyirəm nəsə. İndi də sənin də kaskını almaq istəyirəm. Nə qəşəymiş sənin kaskın. Kask ver də mənə. Bu nə hərəkətdir ki, mənə niyə vurursan? Uy, kaskı gəldi. Kask gəldi dostlar. Gördüyünüz kimi kaskı aldık. Buranın girişini də düzənləmək lazımdır dostlar. Hələlik belə yetinək. Girişini də düzənləyəcəyik. Siz heç narahat olmayın. Hələlik belə qalsın bura. Uxatanı da düşüb ki. Uxatanı da aldık dostlar. Hələlik bura belə qalsın. İçərini də sonra düzənləmək olar. Amma indi gedib mağaraya falan girmək lazımdır. Və ya taxta qazmaq lazımdır. İndi birinci mağaraya girək dostlar. Mağarada görək. Dostlar, çox qəşəng mağaraymış bura. Mənim şansımın içinə bax. Görürsüz şansım nə qəşəngdir dostlar. Yəni şans həmişə mənim yanımdadır da. Mən hər kəsə deyirəm bunu. Çox qəşəng mağaradır bura. Oy da yenə yeni mağaraya gəldim. Görürsüz dostlar. Çox qəşəng. Tüccar tapdım. Doğrudan da şansım çox qəşəngmiş. Takasa baxay. Nəyə nə verirsən? 2 dənə şey var zümrüdə. Dolandırırsan nə sən bizi? Bodyguardlarımı gətirmirsən. Sən kimsən hə? Bodyguardlarımı da öldürərəm, səni də öldürərəm. Mən tüpürməyim hə? Oha, həqiqət tüpürürlər. Əməlli var. Hop, öldürdüm bodyguardlarımdan birini. Hoppa. O birisi bodyguardımı da öldürdüm. Hə. Kimə güvənirsən hə indi? Tək vuruşumda. Yox, tək vuruşumda olmadı. Gələ bura. Hara qaçsan hə? Sonra dostlar öldürdüm. Tülkü bizim üçün qoyun öldürüb. Sağ ol tülkü. Tülküyə. Orada bir dənə də it var. Sümüyümüz olsaydı iti evcilleşdirə bilərdik dostlar. Baxay, sümüyümüz var. Çox getdi. Dostlar. Və sizə demək yadımdan çıxdı. Beysimizi düzəldəndə tamına 2 dənə qazma itirdik. Kazma itirdik 2 dənə. Yəni bu çox böyük bir şeydir. 2 dənə çubuq 3 dənədən düzəltmişdim o taxtaları, qazmaları və onların hamısı mənim varım, hər şeyim getdi mənim onlar üçün. Dostlar, o nədir? Bir yer var orada. Baxay, batıq gemiyə zad oxşuyur. Uzaqdan heç yaxşı görsənmir. Baxay.
Bu nədir dostlar? Oha. Çox mənzərəsi bir şey. Buna Herobrine tikibsə çıxaram mən bu oyundan. Nerede? Necə yerdir dostlar? Aa, sandık var içinde dostlar. Şansımız yaver gedir. Gelin de burada. Heh. Dostlar kömür. Hazine haritası verdi dostlar bize. Oh, nefes alayım biraz. Dostlar bize hazine haritası verdi. Ama hazine haritası haranı gösterir kim bilir. Biz şimdi buradaysa orada da hazine haritası. O tarafta. Yani dostlar bizim evimiz o tarafta diye, yani biz oraya gideriz sonra. Burada başka hiçbir şey yoktu da herhalde ha. Baba olmuş geçsin bakın burada. Ha, hara gelirsen bak. Hara gelirsen. Öleceğim. Öldüm. Dostlar hardcore dünyamız gitti. Nece öldürdü bu yani? Kısa anlık bir şok geçirdim. Çok kısa mı? Dostlar diyesen video bu kadar olmalıydı. Yani bu kaderimizdi bizim. Bu benim kaderim. Bu benim kaderim bu. Bu benim kaderim. Bu benim kaderim. Kaderim benim bu. Kaderimizde bu yazılır ki bu olur. Ve son sözümü deyirəm. Boş ver geçsin, son sözü tapamadım. Dostlar bu videoların çok gelmesini istəyirsinizsə tabii ki de like atın ve yorumlara devam yazın. Devamının gelmesini istəyirsinizsə yorumlara devam yazın ve ne diyeceğim yaddan çıxdı. Tabii ki de sonluqda belə olur həmişə. Gələn videoda görüşənədək dostlar ve bay bay.